Növbəti çıxış üçün söz verilir. Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının yaradılmasında yaxından iştirak etmiş, 20 il rayon təşkilatına rəhbərlik etmiş, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyeva. Çox sağ olun. Bir ilimi kəsdilər Eldar müəllim, 21 il. Hamıya təşəkkür edirəm. Həqiqətən də biz elə bir vaxtda, elə bir günə yığışmışıq ki, biz may ayını dərdim ki, hər il, indən belə də neçə illər gələcək, biz ulu öndərimizi anacağıq. Burada hamı danışdı, gözəl söhbətlər oldu. Cənab başçımız danışdı, ağsaqqallarımız danışdı, deputatlarımız danışdı, hər tərəfli danışdılar. Ancaq mən bir neçə kəlmə ulu öndər haqqında, demək, ulu öndərin Azərbaycana gəlməməyini birinci Ayaz Mütəllibovun vaxtında oldu. Yaş senzim 1992-ci il Eldar müəllim 121-ci maddə. Yəni 65 yaşdan yuxarı prezident seçmək olmaz. Musa müəllim, buradadır. Musa müəllim də buradadır. Orada tanış olmuşuq biz. Oradan başladı. Yəni ki, ulu öndərin Azərbaycana qəti gəlməyinə razılıq yox idi. Zaman gəldi, mən az danışdım, elə zaman gəldi ki, AXC Müsavat Cütlüyü hakimiyyətə gəldi və hakimiyyətə gəldiklərinlə Azərbaycan xalqının üstünü qara buludlar aldı. Əzizlərim, o günləri biz yaşamışıq. Çörək qıtlığı, çörək yox idi. Heç vaxt bizi bir də çörək qıtlığına çəkməsin. İnsanlar səhər tezdən gedirdilər, mağazinlərin qabağında, çörək mağazinlərin qabağında 5-də, 6-da çörək gözləyirdilər. Və getdikcə özləri də bilmədən işi apara bilmirdilər. Bir misal çəkim sizə, hamı onu televiziyada görüb, Allah Elçibəyə rəhmət eləsin. Demək ki, müşavirə aparır, Əli Kərimli də yanında oturub, indiki Əli Kərimli. Deyir, dövlət dağılır, dövlət parçalanır, yanacaq Ermənistana gedir. Burada oturan bütün məmurlar burada oturubdur. Hamısı sizin əlinizdən gedir. Buydu onların qurduğu dövlət. Buydu onların qurduğu dövlət. Burada qeyd elədi. Axırda gətirdilər, çıxartdılar qardaş qırığından. Cənab başçımız çox gözəl qeyd elədi. Qeyd elədi ki, Heydər Əliyev gəldi, Sürət Hüseynovun əlindən aldı onları. Həqiqətən də elə idi, əlindən aldı. Və ulu öndərin bizim rayonla, Nərimanov rayonunla çox sıx dərdim ki, əlaqəsi oldu. Ona görə ki, birinci Bakıda Yeni Azərbaycan Partiyası bizim rayonda yaradıldı. Hələ ulu öndər hakimiyyətə gəlməmişdi. Bizim rayonda yaradıldı. Və 2 dəfə bizim rayonda hakimiyyətə gəlməmişdən qabaq, bizim rayonda indiki vergilər idarəsi var, Nərimanov metrosunun yanında, orada böyük izdiham görüş oldu. Əzizlərim, 2 dəfə. Allah rəhmət eləsin, oranın Səməd var idi, direktoru. Mən ona dərdim ki, o dəhşətli bir adam idi, riskə gedirdi. Neçə dəfələrlə İskəndər aparıb onu döymüşdü. Və hakimiyyətə gələndə ilk dəfə bizim rayonda 82 nömrəli məktəbə gəldi. Və həmin məktəbi pilot məktəb adlandırdı. Hakimiyyətə gələndə ilk dəfə bizim Səttarxan adına zavoda gəldi. Nədən? Ona görə ki, bizim rayon çox doğma idi ulu öndər üçün. Və ulu öndər bilirsiniz ki, elə bir zamanda gəldi ki, dövlətlər çoxdur, əzizlərim. Hər bir dövlət istəyir ki, hər bir millət istəyir ki, öz dövlətini yarada. Ancaq onu axıra kimi qurub
yaratmaq çox çətindir. Əldə saxlamaq çox çətindir. Və zaman gəldi. Bir də fikir verin, Ulu Öndərin hakimiyyətə gəlişindən Allah qanı rəhmət eləsin, rəhmətə gedənə kimi bir dəfə demədi ki, dedi Qarabağı biz almalıyıq, Şuşanı biz almalıyıq. Burada çox gözəl bir veriliş idi, lavaş pişirirdilər. O lavaş Çay kənddə Qərbi Azərbaycanlılarla görüşəndə, bax, o verilişdi. Orada hətta deyir ki, biz Göyçəyə qayıtmalıyıq. Belə uzaq görən insan ilahi. Allah qanı rəhmət eləsin. Danışmaqla qutarmaq olmaz, inanın ki. İndi Cənab Prezident haqqında valla Cənab Prezident o qədər şirin yuxular yaşadır bizə. Çox şirin yuxular yaşadır. Biz müharibəyə başlayanda, müharibə həqiqətən də Allah şəhidlərimizə qanı rəhmət eləsin. Cənab Prezident, bilirsiniz ki, müharibə, əzizlərim, çox çətin. Bilmirsən, axırı nə ilə qutarar. Bilmirsən, o tərəf nədir, səndə nə var. Çox çətin bir prosesdir. Yalnız Cənab Prezident riskə getdi. Çox riskə getdi və nəticəsi də çox gözəl oldu. Cənab Başçı Elgin müəllimlə bir dəfə Hava Qüvvələrinin komandanı Ramiz müəllim, general, bir görüşdüyümüz var idi, bir şəhid ailəsində. Orada qeyd elədi ki, indi istifaya çıxıb. Dedi ki, bizə çox ölkələr deyirdi ki, hava qüvvələrindən siz sığortalana bilmirsiniz. Çətinlik yaranacaq sizə. Ancaq Cənab Prezidentimiz dedi, yox, biz etməliyik. 44 gün içində dünyada görünməmiş müharibə etdi. 23 saat, 45 dəqiqə antiterror əməliyyatı. Sivil. Bir dənə erməninin də burnu qanamadı. Bir dənə erməninin də burnu qanamadı. Ürəyimdən çox söz gəlir, ancaq vaxtı qısa deyiblər. Əziz, burada gənclər çoxdur. Əziz gənclərimiz, mən bu uzun müddət Yeni Azərbaycan Partiyasının sədri olan vaxtı, indi hal-hazırda mənim 7 nəfər nazir var ki, mən ona bilet vermişəm. Mən fəxr eləyirəm onunla. 7 nazir hal-hazırda işləyirlər. Mən fəxr eləyirəm. Və düşünürəm ki, burada gənclərimizə tövsiyə eləyirəm ki, mən həmişə deyirəm, bax, nazirlər də sizsiniz, deputatlar da sizsiniz, bələdiyyə başçıları da sizsiniz, icra başçıları da siz olasınız, hamısı sizlərdənsiniz. Belə dövlət, inanın ki, səmimiyyətimiz and olsun. Cənab Prezidentin xarici dövlətlərə mən çox gedirəm. O qədər rəqbəti var ki, deyməklə qutarmaq olmaz. Hamının böyük hörmətlə yanaşırlar. Türkiyədə axır vaxtı çox hörmətlə yanaşır. Və mənim axırıncı sözümdür, Ulu Öndər 3 əmanət qoyub gedib. Azərbaycan xalqını, Azərbaycan, yəni Respublikasını, Yeni Azərbaycan Partiyasını və Cənab Prezidentimizi göz bəbəyi kimi qorumalıyıq. Eşq olsun Cənab Prezidentimizə.